təqaüdə çıxmışam. Yeganə müəllimi ilə mən uzun illər bir sinifdə, bir otaqda işləmişik. Onun gənc vaxtlarından, tələbəli illərini qutarandan bizlə bir yerdə işləyib. Mənlə daha doğrusu bir yerdə olmuşuq. Bir yerdə işləmişik. Bəli, yeganə müəllimənin ilk gəlişi mənim indiki kimi yadımdadır. Maarifdən göndərmişdilər. O zaman bizim məktəbin direktoru Minara müəllimə idi. Minara müəllim onun savadını yoxladı və bizim məktəbə qəbul elədi. Mən də o zaman 2 sinif aparırdım. Sinifimin birini yeganə müəllimə verdim. Və mənə yaxşı təsir bağışladı yeganə müəllimin ilk gəlişi. Yaxşı da başladı işinə. Savadlı qız idi. Savadını onun maarifdə yoxlamışdılar. Orada imtahan verib gəlmişdi. Çox çalışqan qız idi yeganə müəllimə. Onun haqqında çox söz demək olar. Həddindən artıq. Özlərində işləyən, çalışırdı gündəlik hər uşaqlara hər tərəfli hər şeydən məlumat versin, bütün savadını onlara çatdırsın. Çox söz demək olar yeganə müəllim haqqında. Onun bu cür ölümü mənə çox təsir elədi. Biz uzun illər bir sinifdə işləmişik. Birinci ismin, ikinci ismin bir-birimizi yola vermişik. Gəncliyi də mənim gözümün qabağındadır. Onun toyunda iştirak eləmişəm. Ancaq yeganə müəllimin əlaqəmiz vardı. Bizim onunla ailəvi dostluğumuz vardı. O mənim nəvəmə də dərs deyibdi. Bizim ailəmiz onu çox istəyirdi. Həddindən artıq çox istəyirdi. Yəni o da bizim ailəyə bağlı idi. Gəlmək, getmək, biz də onlara gedirdik, gəlirdik. Və onun sonuncu görüşümüz belə oldu ki, təzə aldığı evə getdi, ad günü idi. Ad günü olan vaxtı biz görüşdük, bir yerdə olduq, dedik, güldük, çox sevindi, həddindən artıq sevindi. Bu, haradasa iyun ayının 17-si idi. 17-sində onun ad günü idi. Və ondan sonra onlar kəndə getdi, Qəbəliyə. Avqust ayında mən əlaqə saxlamışam, yeganə ilə danışmışam. Necəsən, yeganə, yaxşıyam, hələ Qəbələdəyəm, 1-2 günə gələcəm, belə dedi. Sonuncu görüşüm də onun Türkiyədə gələn gün oldu. Mən həmin günə həm sevinirəm, həm kədərlənirəm. Mən onu o cür görmək istəməzdim heç vaxt. Sevinirəm ona görə ki, mən onu yaxşı ki gördüm. Kədərlənirəm ona görə ki, onu o cür görmək mənim üçün çox ağır oldu. Çox özümə gələ bilmədim. Biruzə vermədim. Özü də sevindi, hiss elədi. Anası deyir ki, müəlliməyə çay gətir. Şəfqə müəlliməyə çay gətir. Belə. Yeganə müəllimənin arzuları çox idi. Onun ən böyük arzusu Telmanın institutunu bitirib ona toy eləmək idi. Çox bu arzularla yaşayırdı. Sonsuz arzuları vardı. Allah valideynlərinə səbri versin. Allah o bir balasını min budaq eləsin. Heç vaxt biz yeganəni unutmayacağıq. Mən ona Allah rəhmət eləsin deyə bilmirəm. Çünki onu həddindən artıq çox istəyirəm mən. İstəyirdim yeganəni. Onun xatirəsi həmişə mənim qəlbimdə olacaq. Nəinki mən, bütün ailəmizin. Ona görə bugün onun üçün iş oxuduğum mahnını oxumaq istəyirəm. Allah yeganə müəlliməyə rəhmət eləsin, bu mahnında ona ithaf edirəm. Bir vaxt uşaq idik dost dedin mənə, baş açıq ayaqyalın gəzərdik bağları. Səni gördüm, dostum, yad etdim yenə. Bir şirin yuxu kimi ötən o çağları. Ah, niyə, nə üçün mən beləyəm?
tuta bilmirəm əllərindən. Nə qəşəngsən, nə gözəlsən, bu axşam sən əziz dost. Nə qəşəngsən, nə gözəlsən, bu axşam sən əziz dost. Onun bir çox sevdiyi tələbəsi var, onlardan biri də mən olduğumu düşünürəm. Yeganə müəllimənin belə deyərdim ki, bir çox müəllim olub. Mən özüm 4 məktəbdə təhsil almışam, 11 illik orta təhsilimi. Sözsüz ki, ən unudulmaz müəlliməm adı kimi yeganə müəlliməm olub. Onun özəlliyi ondaydı ki, mən və mənim digər sinif yoldaşlarım müəllimənin dəyərini təəssüf ki, biz artıq ibtidai sinif bitirdikdən çox sonra başa düşdük. Nə üçün belə olurdu? O, dərslərimiz səbəbilə bizə sərt olurdu. Heç də çox mehribanlığı ilə, çox qayğıkeşliyi ilə yadımızda qalan bir müəllimə olmayıb. Əksinə bizə çox sərt tədrisi ilə yadımızda qalıb, xatirimizdə qalıb. Müəllimə bizə hər zaman proqramdan daha artıqını keçirdi, nəinki azını. Bütün fənlərimizi ibtidai sinifdə bilirsiniz, texnologiyadır, təsvir sənətdir, əsas fənlərdən kənar edirəm, fiziki tərbiyədir. Hamısını, yəni öz peşəsini professional deyəcək dərəcədə bilirdi. Hətta onun fiziki tərbiyədən belə açıq dərs keçdiyi olub, məhz bizim sinifdə. Müəllimənin təbii ki, uğurları onun şagirdləri, bizdən öncəkilərdir, bizdən sonrakılardır. Onun nəticələri göz önündədir, yəqin ki, hər kəsə məlumdur. Şəxsən məni olimpiyadalara hazırlaşdırıb, yeganə müəllimə 1-ci sinifdən etibarən mənə ödənişsiz formada bir növü proqramı yaxşı mənimsəyirdim deyə mənə əlavə dərslər keçirdi. Mənə 1-ci sinifdə 2-ci sinifi, 2-ci sinifdə növbətini bu formada hazırlaşdırırdı. Xatirimdədir ki, 3-cü sinifdə məni bir sinif yuxarıdan olimpiyadaya hazırlaşdırdı, göndərdi və mən bu hadisədən sonra daha çox sevinirəm ki, onun ümidlərini doğrultmağa bacardım və 3-cü sinifdə getdim, bir sinif yuxarıda olimpiyada yer tutdum. 4-cü sinifdə Sumqayıtda qızılonluq müsabiqəsi keçirilirdi. Məhz 1 illik bir müsabiqə idi, yəni bir daha təkrarlanmadı. Ora hazırlaşmağım yadımdadır, hətta çox yaxşı yadımdadır. Çünki mən ora hazırlaşanda müəllimə deyirdi ki, sən tək get buradan yer tut, elə bil ki, mənə dünyanın ən xoşbəxti elədi. Və heç unutmaram ki, biz Sumqayıt şəhər təhsil şöbəsində idik, o vaxt Teymur müəllim idi, səhv eləmirəmsə, təhsil şöbəsinin sədri. O bizi təltif elədi. Mən uşaq idim, təbii ki, onu çox da anlamırdım. Müəllimənin gözləri dolub ağlamağı mənim xatirimdədir. Hətta o hadisənin şəkli belə olmalı, səhv etmirəmsə. Heç deyəcəklərim bu qədər. Ümid edirəm
şagirdin yaxşı müəllimə onun şansıdır. Mən də bu baxımdan şanslı valideynəm ki, mənim övladıma yeganə müəllimə kimi bir insan ilk təhsili öyrədib. Yeganə müəllimənin xarakterində ən çox bəyəndiyim xüsusiyyət nə idi? Yeganə müəllimə biz Azərbaycanlılar olaraq bizdə bir üzr istəyirəm, çürük təfəkkür var. İnsanlara onların maddiyyatına görə, vəzifəsinə görə dəyər vermək. Mənim övladım təhsil aldığı sinifdə kifayət qədər o cür ailələr var idi. Bəlkə də onların içərisinin ən sadə ailəsi biz idik. Amma yeganə müəllimə burada insanlara tam şagird olaraq bunların hər birinə fərdi yanaşmada onların heç birisini önə çıxarmayan bir insan idi. Sözün həqiqi mənasında vicdanlı, əzmkar. Mən ümumən yeganə müəllimə kimi insanların itkisini bir təhsilin itkisi hesab edirəm. Övladım bugün Tibb Universitetində təhsil alır. Siz inanırsınız ki, o bəzən saat 4-ə qədər çalışır, 4-dən 6-da yalnız 2 saat yatıb, 6-da durub Bakıya imtihana gedir. Mən o uşağa baxanda elə bilirəm ki, gözümün önündə yeganə müəllimənin qoyduğu bir tərbiyə var. Yeganə müəllimənin qoyduğu bir əzmkarlıq var. Yəni, o uşaqlarını belə öyrədirdi. Siz yer uğrunda yox, yalnız birinci yer uğrun olmalısınız. O əzmkarlıq bugün mənim övladıma da keçib. Yorulmaq bilmədən bütün imtahanlarını mükəmməl şəkildə hazırlayır. Yeganə müəllimə təkcə şagirdinə yol göstərmirdi. O yolu addımlamaqda ona əzmkarlıq öyrədirdi. Ona güclü, dəyanətli, cəsarətli, həm də bir vətəndaş kimi böyüdürdü sözün həqiqi mənasında. Ona görə bir valideyn olaraq mən övladımın bütün uğurlarında məhz ona borcluyam. Onun ruhu qarşısında baş əyirəm. Ölüm heç ona yaraşmırdı. Yeganə müəllimənin itkisi ailəsinin itkisi deyil. Mənə elə gəlir ki, Azərbaycan təhsilinin itkisidir. Xatirəmdə qəribə bir hadisə canlandı. Son zəng günü şagirdlərin hər birinin belə deyək də məktəblə vidalaşdığı gündür deyəni, onlara hər tərəfli biraz çətin olur. Oğlum başqa məktəbdə təhsil alırdı. Mənə yaxınlaşdı. Dedi ki, ana, mən bir yerə getmək istəyirəm. Səncə hara getmək istəyərəm? Dedim ki, sən yeganə müəllimənin görüşünə getmək istəyirsən. Dedi, düz deyirsən. İnanın, biz orada tədbiri yarımçıq qoyduq, liseyə getdik. Getdik ki, liseyin həyətində də artıq yekunlaşmaq üzrədir tədbir. Müəllimə bunu görəndə həm kövrəldi, həm sinəsinə dartdı. O kadrlarda var. Dedi ki, Kamil, o bir kino var, deyir, mən bilirdim gələcəksən. Kamil sinəsinə çəkəndə dedi, Kamil, mən bilirdim sən mütləq gələcəksən bu günə. Və çox qəribədir ki, kövrəldi, bir də belə bir söz ifadə elədi. Dedi ki, mənim şagirdlərim mənim övladıma nə vaxtsa dayaq duracaq. Mən arzuluyuram ki, doğrudan da Telman müəllimənin məhsuludur, müəllimənin tərbiyəsini götürüb. O arzuladığı, onun ruhu onda şad olacaq ki, Telman arzuladığı zirvələrdədir. Amma mən də övladıma demişəm ki, yeganə müəllimənin o sözünü heç vaxt unutma ki, qoy onun ruhu şad olsun. Həyatda qazandığımız hər bir uğura görə bir valideyn olaraq kimi idi müəllimə ilə yanaşı. Bütün uğurlarımızda bizim yanımızda olmuşdu. Biz 11 sinif qutarında məzun günümüzdə də bizim yanımızda oldu. Bizə xeyir dua verdi. Çox yaxşı müəllim olmağına yaxşı, həm də çox yaxşı insan idi. Mən hal-hazırda Dövlət Dərsi Akademiyasında 3-cü kurs tələbəsiyəm. Mənim orada təhsil almağımın ən böyük səbəblərindən biri yeganə müəllimədir.
ibtidai sinifdə bizə çox yaxşı təhsil verdiyinə görə, bizlə çox yaxşı verdiyi dərsi tələb elədiyinə görə mən indi həmin universitetdə təhsil alım və həmin universitetdə təhsil almağıma səbəb olan yeganə müəllimə universiteti mənə məsləhət görmüşdü. Allah rəhmət eylesin. İndi bizə demiş ki, sizin bütün oğullarınızla yanımızda olacağım. İnşallah gələcəkdə yenə əlaqəmiz qalacaq. Həyat belə gətirdi, qismət belə oldu. Allah rəhmət eylesin. Mən Şirinov Sahib 2012-2015-ci illərdə yeganə mən şagird olmuşam. İbtidai sinif müddətində və eyni zamanda həmin məktəbdə də məzun olmuşam. Yeganə müəllimə bizim üçün yəni müəllimdən də savayı bir əziz bir insan idi. Çünki hər bir o yaş üçün bizim problemimizdə, bizim qayğıya ehtiyacımız olduğumuz anda həmişə yeganə bizim yanımızda olmuşdu və bizə öz dəstəyini göstərmişdi. Mən bu günləri Azərbaycan Dövlət İqtisad Universitetində oxuyuram və bu universitetdə oxumağım da bəlkə də ən böyük səbəbkarlarından bir yeganə müəllim olmuşdur. Çünki məni erkən yaşlardan artıq elmlə müəyyən qədər bəslədiyi üçün, hətta az yaşlarımda məni olimpiyadalara göndərdiyi üçün, mənim müəyyən bir uğurlar əldə etməyimdə öz köməyini göstərdiyi üçün mən bu gün bu universitetdə, bu sektorda təhsil alıram. Yeganə müəllimə biz itirdik, rəhmətə getdi. Allah rəhmət eləsin bir daha. Yəni hər bir uğurumuzda bizim yanımızda olmağa çalışırdı təbii ki. İstər məktəbi bitirəndə, istər universitetə girəndə, istər bir müəyyən müsabiqələrdə qalib olanda və yaxud da iştirak edib qalib olmadıqda belə o bizi təsəlli eləyirdi, pis olmağa icazə vermirdi. Buna görə yəni biz sinif olaraq hər birimiz bir ömür yeganə müəlliməyə minnətdar olmuşuq. Bundan sonra da vaziyik. Mənim üçün yeganə haqqında danışmaq çox çətindir. Yeganə müəllim bacım olub. Həm fəxirdir, həm də qürurdur. İstəməzdim bu mövzuda danışmaq, amma bacım həqiqətən ideal bacı olub. Bizi tanıyan ortaq tanışlarımız həmişə mənə belə başqa cür baxırlar ki, sən yeganə müəllimənin bacısısan. Bilmirəm, o baxışlar, o yəqin ki yox, elə yeganə həmişə yüksək pillədə olub, yəni hər şeydə istəyir, işdə istəyir, bacı kimi, evlad kimi. Yəni biz həmişə fərqli olub, bacı olsaq da yəni xarakterlərimiz fərqli olub. O çox üstün olub məndən. Ona görə sən onun bacısısan deməkləri, o suallar indi mən bilirəm ki, nəyə görə o suallara yəni bizə elə baxırlarmış. Doğrudan yeganə hər şeyin as deyək də, bax elə bir insan idi. Bacı kimi də, yenə də təkrarçılıq olmasın, evlad kimi də, ana kimi də. Hətta mənim sinif yoldaşlarım yadımdadır ki, mən o birinci sinifdə oxuyanda, yeganə elə onda heç, bizdən 3 yaş böyük idi də, o dərsi izah eləyirdi. O da məktəbdə oxuyurdu, 11-də oxuyurdu, mən 7-də, 8-də oxuyanda, yeganə məndən 3 yaş böyük idi. O dərsi izah eləyirdi, deyirdilər ki, mənim sinif yoldaşlarım ki, səndən yaxşı müəllim çıxar, sən necə gözəl başa salırsan. Bax, elə bir. Doğrudan da gəldi, müəllimi oldu və tanınan bir müəllim oldu. Təəssüf ki, həyatı yarımçıq belə, çox arzuları var idi. Qismət, nə bilim, alın yazısı deyək də. Bilmirəm. Bəli, biz bir yerdə getmişdik Türkiyəyə. Xəstəliklə bağlı. Amma təəssüf ki, orada da yəni həkimlər yəni eyni şey dedilər, Bakıda da eyni şey dedilər. Qəfildən bir xəstəlik yeganənin belə ömrünü yarımçıq qoydu. O qədər savadlı qız idi ki, bilmirəm nədirsə, bəlkə qismətdən deyək, nədəndirsə, bu xəstəlik gəlib onun beynində olmağa, onun yaddaşı sıfırlandı sanki, danışa bilmədi. Yəni bu qədər professor kimi belə deyək də, qız birdən-birə heç nə danışa bilmədi, ancaq baxışlarla başa salırdı, hərəkətlərlə başa salırdı. Heç nə deyə bilmədi. Təəssüf ki, heç bir şey deyə bilmədi. Demədi, yox. Onun valideynləri arasında qəribə bir bağlılıq var idi, valideynlər və yeganə arasında. Və mən bunu bir daha şahid olub, xəstəliyində gördüm. Onlar onu tək buraxmırdılar, evimizə gəlib gedirdilər. Yəni, hətta bugünkü gündə də belə onlar yenə də sanki yeganə müəllimə yəni yanımızdadır deyib də, yəni əl çəkmirlər də. Sağ olsunlar. Mən onlara minnətdaram. Var olsunlar. Nə deyim? Bacıma yenə də deyirəm, mənim üçün də çox çətindir bacım haqqında bu cür danışmaq.
O mənim bacım deyildi ki, o sanki bir anan kimi idi. Hətta mən bir dəfə zarafatla dedim, kəş mənim anam sən olardı, güldü. Bax, o yadımdadır. Hə. Çox gözəl bacı idi, həqiqətən də. O nə qədər onun başı da qarışsa, həmişə o türklər demişlər, kalabalıq olur onun ətrafı, valideynlər filan, evdə də, qonaqlıqda da. Həmişə amma məni axtarır ki, Təri, gəl otur yanımda. Bax, bu söz Taran ili 21 yaşında Minarə müəllimə Allah rəhmət eləsin ki, mənim balamı bu cür müəllim eləyibdi. Mənim balam, danışığımı bilmirəm, vallahi belə bilmirəm nətər deyim. Minarə müəllimin əlinin altında ilim müəllimi olub. Həmişə hörmətli, izzətli direktor olub. Balam da hörmətli, izzətli müəllim olub orada. Neçə-neçə öylərə işıq salıb, neçə-neçə ürəkləri sevindirib balam. Axırı balam bax bu yolda özün fəda verib başına bu işlər gəldi. Bununla da balam heç oldu getdi. Həlak oldu balam. O qədər dərslər dedi ki, o qədər işdən uşaqları öyrətdi ki, özün idarə eləyə bilmədi. Başına tökdü, başı şişdi. Nə bilim, vallahi bilmirəm nə deyim. Çox narahat oldu. Uşağım bununla da həlak oldu getdi. Allah hamıya can sağlığı versin. Balama da Allah rəhmət eləsin. Yeri nurla da olsun. Kimlərə dərs verib halal xoş olsun. Böyüyüb arıya, arsıya çıxsın. Balamın bir balası qaldı. Telman adında. Telman da onlarla beraber böyüsün, arıya, arsıya çıxsın.
Hər zaman maraqlandılar. İndi də maraqlanırlar anam haqqında. Mən hər zaman onlara təşəkkür edirəm.